Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı başladı. Nigah masası istənir, nəmər qutusu qoyulsun, aş təqdimatı istəmir, özü gətizdirəcək, Xurşid həyətdə də açılsın, boya açılsın, 96 nəfərlik, gəlin açılsın. Bu qədər açot-çot eləyirəm, gənə həmin qazanc olur. Ara yerdə mənim kağız-çuluz işlərim çıxardı. Yan görüm. Nədir sonra? Nədir deyən dilimə qurban olsun sonra. Ay Namidar, səni yuxuda görmüşəm. Görmüşəm ki, xəstələnmisən. Mənim də bilirsən də yuxularım çin çıxır. Deyirəm bəlkə vanna gətirim, isti suya qoyum ayaqlarımı, sirkə gətirim, ovuşdurum səni. Hə, banka da gətirim, elə işdə bankalayım da səni. Nə deyirsən, hə Namidar? Ha sonra hər yuxuda gördüyünə inansaq biz çoxdan boşanmışdıq səninlə. Narahat olma. Turp kimiyəm, işləyirəm, əlimdə 1000 dəmən işim var. Yəni mənə də ad boy verdim. Qoyuğum görüm. Sofiya nağarı. Gün ortada böyle gəlib çıxıb şey. Xeyri olsun. Nədir Namidar? Nədir deyən dilvə qurban olum. Yuxuda görmüşəm. Üşüdmüsən, mənim də yuxularım çin çıxır. Deyirəm, bəlkə vanna gətirim. O isti suya qoy. Sirkə gətirim, istəyirsən sirkəliyim sən. İstəyirsən banka gətirim, evdə bankalayım sən, heç kim yoxdur onsuz da. Ay Namidar, yuxuda hər gördüyümüzə inansaq, onda biz çoxdan ayrılmalıydıq. Nəysə yaxşı, evləri yığışdırıram. Mənə görə də narahat olma, turp kimiyəm. Mən Sonya Tosunu belə adı boy verdim, qırdım o, mənə zəng elədim. Bəlkə bu da nə? Adı boy verir, riski qırır, məv kimlənsə danışır. Ola bilər eləncə. Nə ki olmadı ya? Deyəm, mən bunu tutacam, 2-ci liyin adamı tutacam. Yox, bunu tutacam mən. Nə var ay Namidar? Çaya girmişəm, başqa adam yığırdım. Əlimdə hep deyəsən çaya girmişəm, yaxşısan? Hə, ürəyim bağışdayım. Normaldan zəng gələndə WhatsAppda xətt tutur. Neynirsən? Şükür alın. 2-ci liniyə düşmədim. Dost evdə heç deyil özü içində, yetimin balası. Yəni də bu şübhələr öldürəcək ki. Rəcəb müəllimin məclisi. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Buna baxın, cəmaət yaşayır, gör necə gözəl evlər var, gör bunun necə gözəl yaşayışı var. Nədir? Buna bax, gör cəmaət ərini necə qarşılayır, oynayır, yemək, içmək. Buna bax. Mami, sən niyə belə şeylər eləmirsən ki? Nə danışırsan sən? Mən belə şey eləyə bilərəm. Atım basıb gözümü çıxardar. Mama, yo, biraz cool ol da. İndi dövr dəyişib.
Sən papayı bir dəfə belə qarşıla, bax enerjisi necə dəyişir. Həm mənim sinif yoldaşım Amidin də ana-atası belədir. Dur buradan, dur. Dur heç get. Bax, bunun danışdığı sözə bax. Enerjisi dəyişir. Namidir axırıncı dəfə məndən enerji alanda dildar doğuldu. Enerjisi dəyişir. Çox bilmişdi. Və onun da ailəsi ilə maraqlanır. Bəlkə düz deyir. Bir dəfə eləyim də. Görüm necə olur. Qəşəng elin kimi, bəzənin düzəni, meyvə doğrayır, belə şampanla adına qarşılayıb Namidarı, hə? Gedim eləyim, gedim. Otur yerində ye. Bir tay paltar orada yığılıb, orada nə qədər qab-qaşıq. Onları kim yuyacaq bə? Lət sənə kör şeytan. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Ay yox, bu alınmadı. Yuxarı baxmaqdan boynum ağrıdı. Müəllim, istəyirsiniz siz qalxın ayağa, biz oturaq. Bunu başqası desəydi, elə bilərdim ki, mən ələ salır. Mədəni oğlansan. Lap məntiqli dedin ha. Oturun. Hə, bu oldu tam bərabərlik. Nədən danışırdım mən? O vaxtki sürüşlərdən. Hə, o vaxtki sürüş çox çətin idi. Çox çətin, ay sağ ol. Mən özüm avtomat yox, mexanika sürürdüm. Müəllim, doğrudan o vaxt bəşçilər olmuşsunuz və Namidar müəllim deyirdi, sizin ayağınız qaza çatmır. Namidar haqqında bir iki kəlmə deyərdim, amma sizdən yox. Bu yarım çıx, içində söyülməmiş maşınlardan ayıqdır. Nətər sürə bilmirəm, hə? Bax, bu barmaqlar harada belə olub, hə? O vaxt yaşamalıda mənim kimi iki təkərə qaldıran yox idi. Uşaqlar paprozu qoyurlar dal üstə yerə. Deyirlər, hə, Mutya, iki təkərə qaldır, pəncərəni aç, paprozu götür, aşmasın. Bomba kimi gəldim, iki təkərə qaldırdım, pəncərəni açıb paprozu elə götürdüm, amma barmaqlarımı asfalt apardı. Müəllim, mən eşitmişəm bu əhvalatı, çox məşhurdur. Doğrudan siz olmuşsunuz o? Hə, əlbəttə mən olmuşam. Bu söhbət bütün şəhərdə məşhur idi. Onda siz Hamlet, Bobli, Rasim, onlarla bir vaxtda sürmüşsünüz? Yox, onlar sonraki pokoleniyadır. Mən Yarbala gelinə sürmüşəm. Ay müəllim, yaxşı, indi nə əcəb elə sürmüşsünüz? İndi maşın sürməyə yer var, şəhərdə hər yer profqadır. O vaxt normal idi, sürüşümüz də eləyirdik. Bəs Namidar müəllim məni hardan tanıyırdı? Hə, Namidar müəllim o vaxt toyxana işlədirdi. Bəygəlin maşında toy eləyənə hədiyyə verirdi. O maşının kapotun üstündə kukul olan maşınlar var. Görmüşsünüz də, yadınıza gəlir. Ay sağ ol. Sürüşümü gördü, dedi, bunu səndən başqa heç kimə davet eləmirəm. Bunu ancaq sən sürə bilərsən. O vatan məni götürdü işə, üstündə kol olan maşını sürməyə. O gündən bu günə maşın işini davet elədim mənə. Bu boyda Roverləndi də verdi mənə. Siz də başlamışsınız, maşın belə gəldi, maşın belə getdi. Qalmışam uşaq əlində. İşim gücüm tökülüb qalıb. Bu nədir, belə şey olur. Bu bizim tanıdığımız Namidar müəllimi deyirsə, 100% bunu kapotun üstündə oturmağa kukla kimi çağırıbdır. Elə o vaxtdan ondan yapışıb qalıbdır. Gəlin gedək işimizə məşğul olaq. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Gözlə gəlirəm. Hər fikrimdən çıxıb mənim. Gəl. Geç. Ha, Aksona! Fələyin çərxi dətər dönür ha, bu nədə? Müdürsən? İşçiyə qapı açırsan. Fələyin çərxinə də ağlığa gələn danışırsan. Sabah tezdən uşaqlar maşında idi, götürdüm, qapıları qoydum uşaq rejiminə. İndi fikrimdən çıxıb
açamamışam, ona görə gəldim şeylədim. Ha, düz deyirsən də. Uşaq da bilməz, əli dəyər ora-bura, qapaçılar, yıxılar. Bəli, peşmançılıq olar. Hə. Söhbət məndən gedir. Hala, yox, səndən getmir. Sən də harda uşaq sözü eşidirsən, elə bilsən söhbət səndən gedir. Deyirəm ki, qapıda uşaq rejimi var, arxa qapıda. Qoymuşdum uşaq rejiminə, balacalar içərdən açmasın. Ona görə indi içərdən açılmadı, düşdüm çöldən açdım. Hər şey şişirmir. Namdar müəllim, bu sizinlə qohumluq əlaqələrindən istifadə edib məni əzmək istəyir, sındırmaq istəyir. İcazə ver buna, bir dənə kəllə vurum. Yox, mən icazə verməyinə vermir. Prosta sənin ona kəllə vurmağın uzun çəkəcək. Gərək çıxasan kapotun üstünə, biraz əyləsən ona kəllə vurasan, o bizim xeyli vaxtımızı alar, ona görə hissənmə. Şoförü buna yaraşmır. Bu kimsən nədir? Bu əlinə ver masalkanı, şılankı, vedrəni. Girsin maşının altına, tərtəmiz, yüzü çıxsın bayrağı. Bir də ki, bilsən nətərdir? Dostlarınla nerede oynağa getmirsən? Ha? Hürsəndin, nə adamsan? Attın zəri, zərin biri getdi düşdü divanın altına. Nə qaracaqsın? Bir yanıb yanında. Bırax, divanın altından girsin, geçsin, çıxsın o tərəfdən. Sənə belə əməlli başlı sürücü lazımdır. Sən... Yox, dayandır. Bir də qulaq az. Sən danışırsan, yaxşıdır. Gülməlidir, amma elə deyil. Mütəllim 25 ildir mənim yanımdadır, mənimlə bir maşındadır. Bu mənimlə bir maşında olmalıdır, variant yox. Heç kim deyir ki, maşının içində olmasın bu. Bilsən maşının içində bana nə qədər iş taparam mən. Telefonun düşdü əlindən CD-nin altına. Nə arayacaqsan? Müdür adamsın, əyri telefon çıxartmalısan. Bırax bunu CD-nin altından, bax qabaqdan bırax, geçsin bagajlıqdan çıxsın. Burada da var ki. Əkə seçməyək. Sən gəlməyinə, sən maşının yanında ol da, əl gəzdir gəlir. Sən buralarda ol. Maşının içində var. Sezarı kinosu var, Sezara ahırıncı xəncəri vuran onun ən yaxın adamı Brut var, ha. Bax, bu dayandır da Brut oldu. İti Brut! Nə deyirsən, hə? Brutsan sən. Ha, sögmə. Yox, mən söymədim ki. Demək istedim ki, siz hamınız mənim ürəyimsiniz. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Əgər bir kişinin xəyanət etdiyini bilməyi istəyirsinizsə, bu 4 əlamətə diqqət edin. Birdən-birə çox diqqətli, hədiyyə verən olur ya da əksinə hər şeyə bəhanə tapır. Namidarda bu var. İkinci, əvvəl açıq-aşkar istifadə etdiyi telefonu tərs çevirirsə, kodu dəyişibsə ya da mesajlara anidən əsəbləşərək cavab verirsə, bu nəyisə gizlətməyə işarə ola bilər. Namidarda bu da var. İkisi çıxdı. Nami, üçüncüsü olsun. Hamısı olsa boşanacağım səndən, Nami. Üçüncü, birdən-birə öz xarici görünüşünə, geyiminə, ətrinə, idmanına həddən artıq fikir verirsə. Bu da var, Namidarda. Ay Allah. Dördüncü, evə gələndə yemək yemirsə. Şükür Allaha, yox. Namidar mənə xəyanət eləmir. Gecə saat 3-də də evə gəlsə, yeyir. Yox, deməkdir ki, xəyanət eləmir. Mom never get tired to looking at her phone. What she can do better? Xarici filmə baxmaq sizdə maraqlıdır. Niyə, mom? Necə niyə? Heç olmasa orada alt yazı gedir, başa düşürsən ki, nə deyirlər də. Vaxtında siz də ingilis dili öyrənsəydiniz, indi uşaqlarımızdan yaxşı dil tapardınız. Mother, always the best. Hər səni, mama. O vaxtı məndən yaxşı ingilis dili bilən yox idi məktəbdə. Hələ bir dənə səsim var idi. Muğama da gedirdim. Qoymadılar da oxuyum. Əgər vaxtında qoysaydılar,
İndi Aysel Teymurzadanın əvəzinə Eurovision'a mən getmişdim. Araşla duet oxuyurdum orada. İndi Allah bilir haralardaydım. Oradan mama yaxşı səsin var idi. Bəs nə? Mama, bir dənə oxu da. Yo. İman var da mama. Mama var bir də oxu da. Yaxşı. Salam mənim cavanlığımın oğrusu, səhər yanından keçən insanam mən. Tanımamağın məni çox özdü doğrusu, sənin adamdan seçən insanam mən. Salam mənim cavanlığımın oğrusu, səhər yanından keçən insanam mən. Tanımamam məni çox üzdü doğrusu, sənin adamdan seçən insanam mən. Mama, sən bu oxumaqla ancaq gedib yeni ulduza çıxardın. Yaxşı ki, heç ona da çıxmamısan. Durun ayağa, durun çıxın gedin dərslərinizi eləyin. Bunlara bax. Mən nisə üçün oxuyuram ki, hələ məni də ələ salasın. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. İstəyirsən bir də izah edeyim. Gündüz, mənə quru-quru izah eləmək lazım deyil. Yaxşı, necə istəyirsən elə də olsun. Təki sən məni bağışla. Səhv başa düşmüsən məni. Yaxşı, tutaq ki, mən səni səhv başa düşdüm. Bəs mən Ağ şəhərdən Xırdalana köçməyimi dost tanışa necə izah edeyim? Əşi, elə şeylər boş şeylərdir. Ürəyimi sıxma. Çox üzr istəyirəm, necə deyərlər, vecvə dalma. Gündüz, sən heç Bakı Sumqayıt yolundakı tıxacda 2 saat qalmısan? Sən heç xəbərin var o tıxacda neçə ailə qurulub, neçə ailə boşanır? Mən heç evdəkilərlə 2 saat oturub bizbəyi söhbət eləmirəm. Amma mən o tıxacda 2 tanımadığım xalanın ortasında o qeybətlərə qulaq asmaq məcburiyyətində qalıram. Bu nə dərddir, başa düşürsən? Başa düşürəm. Evet, başa düşürəm. Sən bir dənə mənə hədiyyə görsəli necə yaşa. Sən elə bir məni yaşa, sonra mən sənə hədiyyə deyərəm. Elə şey ol. Harda görmüşsən, mağazada kalbasanı doğrayırlar, verirlər, yiyirsən, sonra deyirsən ki, baxaram görüm, alım yoxsa yox. Sən mənə birinci hədiyyə gör səni necə yaşadıram. Sən özünü yaşada bilmirsən, mən necə yaşadacaqsan? O da düzdür. Kişilərin bədbəxtliyiz də. Özümüz yaşaya bilmirəm, amma başqasının yaşaması üçün öz yaşayışımızdan keçirik, düzdür. Hə, nə olur? Ki də yaşayışını bilməyən adam oturub nədən söhbət edir? Ay bala, dağılışın. Hər öz üçün dalınca. Namidar müəllim sizi belə boş bekar görsə, yaşayışınıza görə peşman eləyəcək. Namidar müəllim, Namidar müəllim. Deyirəm, Namidar müəllim də sizi yaşadır, Sofa xanım. Ey, Qunduz, mən heç kimin şotuna yaşamıram, öz şotuma yaşayıram. Mən öz ayaqlarımın üstündə dayanan qadınam, bildin? Çox üzr istəyirəm, Sofa xanım. Bu cür ayaqlarla elə mən də duraram. Belə ayaqlarla durmağa da var ki, hə? Nə, Qunduz, az danış. Hava geç işimin başına. Sən də biraz buralara əl gəzdir. Yaxşı. Sofa xanım, üzr istəyirəm. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. İstəmirsiniz də? İstəmirsiniz? Ay müəllim, nə edirik bəs? Dal qaytarma. De görüm, Raspidbalın daçqı nədir? Deyim də, Raspidbalın daçqı. Yox, elə deyil. Oxumursunuz, öyrənmirsiniz. Sən hardan biləsən ki, Şaravoy nədir? Ay müəllim, niyə bilmirik? Şaravoy? Bəs de görək, ağıllı çıxıb mənim üçün.
Salam əleykum, xoş gəlmisiniz. Aleyküm salam. Ehtiyat səsinə maraqlanmaq istəyirdim. Qiymətlər neçədir? Özün bax gör neçədir. Yox, mən qapılarla maraqlanırdım. Qardaş, gəlin mən sizə qapıları göstərəcəm. Özüm bilə-bilə belə eləyirəm ki, görüm nəri yaxşı verirlər. O, maşallah. Rahim o dəqiqə qapdı müştərini. Ay sən sənə, ay sən. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Bu bizim ən böyük zalımızdır. Təzə təmirdən çıxıb. Akustikası da ki, əhladır da. Rənglərdən də xoşum gəldi. Çox üzr istəyirəm. Bir söz soruşum sizdən. Qismət olsa ailə qurursunuz da. Bu evlilik təklifi necə olur sizdə? Yox, nə evlilik təklifi? Tanış olduq, xasiyyətimiz tutuşdu. Elə qərara gəldik ki, evlənək. Bir dəqiqə dayan. Doğrudan sən niyə mənə evlilik təklif eləmədin? İndi yeridir, Aydın. Elə indi yerdir. Amma o TikTokda zətdə görmüsünüz də, kişi belə dizini atır yerə. Bir əlində gül verir qıza. O biri əlində də üzük deyir. Hərə bir biçimdə yaranmır lələ. Birimiz eləyik, birimiz belə. Qaçıb əlindən can qurtaran olmayıb hələ. Soxuları axırda sözünü yedi. Əldə dürmək kimi yeyən dünyadır. Sücayət, fikirləş, dərindən dərin. Kim alıb əlindən ömrün təkərin? Allahdan Allahlıq istəyənlərin çox üzr istəyirəm, əlinə düdüyü verən dünyadır. İlkin, diqqətlə bax. Bax, sən də belə evlilik təklif eləməsən, mən ayrılıram. Bu toyda olmayacaq. Mənim cəmatın qızından nəyim əskikdir? Artığım var, əskiyim yoxdur. Əşi, sonra danışarıq da. Ay xanım, toy ərəfəsində belə məsələlərə görə problem yaratmağa dəyməz. Hamıda hər şey olmur ki. Əsas nəticədir. Barışın evi, qoy toyunuz burada olsun. Bir də ki, çox üzr istəyirəm, gözəl xanım. Hollywood Şadlıq Sarayında toy eləməyə imkanı çatan oğlan tapmısansa, Allah'a şükür elə. Nə şadlığı var ciddi yatırsan. Allah xoşbəxt eləsin. Gülmür, sən də bu boş-boş məsələləri yığışdır. Amma Safa xanım, görün necə gözəl görsənir. Ay xanım, fikirləş, dərindən dərin. Kim alıb əlindən ömrün təkərin? Hə, Eminin təkəri, kül başıva. Hazır şeiri deməyə nə var? Dur ayağa. Çox üzr istəyirəm Safa xanım. Əmrin yoxu, ömrün təkəri. Bir dəfə Hollywoodda, bir dəfə Hollywoodda. Nə olub? Mama, mən təzə kurtka aldım, o bizə köhnəlidir. Düz deyirəm, amma mənim də qış üçün krasovkam yoxdur. Hə, can. İndi zəng eləyərəm Atovuza, gələndə işdən alıb gətirər. Yaxşı? Mama, mən demədimmi papa evə çörək alsın? Gedib öz zövqünə görə o kişiş tufli alacaq, kişi ayaqqabısı. Mama, Kəmandır düz deyir. Papaya da pul kartı atsın, gədə özümüz alaq. Hə, düz deyirsən. Kartı atanda 1-2 manatda keşbək gəlir mənə, özümə çorab alaram. Yaxşı. Mama, hər dəfə o boyda ədəvi yığırsan, çıxartıva vurmusan onlar. Yox, yığıb saxlamışam, axşam hamısını vuracam. 29 manat 20 qəpikdir. Gözləyirəm ki, 35 manat olsun, gedim özümə kofta alım. Yaxşı, qoy, Atova zəng eləyim. Sonra sən mənim həyat yoldaşımsan, Sən görmürsən mən pulu nə əziyyətlə qazanıram, nə zülmlərlə qazanıram. Az mən itin zülmün çəkirəm, pul qazanmaq üçün. Uşaqdılar da deyirlər, anasan da, vur ağızlarının üstündən, getsinlər o ilə. Köhnə paltarların ju, ver geyinsinlər. Az mən uşaq olanda, mən bacımın kalqotkasını geyinirdim üşüyəndə. Bizim 3 nəfərə bir dənə tuflimiz var idi. Mən toya bayrama gələndə o bir ikisi otururdular evdə. Qardaşım gedirdi toya, biz otururduq evdə. Mən pupamla, mumamla bizim üçümüzün bir yerdə bir dənə toydan, bayramdan şəklimiz yoxdur. Hamısında ikimiz varıq.
Sən başa sal da, ana üçün başa sal da. Nə oldu bunlar indi qışa ayrı paltar istəyirlər, yaya ayrı paltar istəyirlər. Belə şey olur sonra. Nəysə, sağ ol. Mənlik nəsə bir sözün yoxdursa, istəyirəm gedim özümə biraz evdə istirahət verim. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı reklamlardan sonra davam eder. Gözdə bir yerdə istirahət ediyoruz. Bir yerdə? Harda? Maldivdə, Balidə, Taylandda. Harda? Demirsən, evə gedirəm. Nə oldu? Mən istirahət deyən kimi niyə elə Tayland yada düşür, Maldiv yada düşür, Bali yada düşür? Özün tək istirahət edirsən də amma evdə. Biraz tək qalmaq istəyirəm açığı. Yox, əgər istirahətimi sənə görə pozacamsa, bunun nəsə bir xərci olmalıdır da. Qəribə danışırsan, bu nə soğuqluqdur ki indi? Açığı bir iş təklifi almışam. İstəyirəm evə gedim onu biraz dəyərləndirim. İş təklifi. Sən gedib maaşa işləyənsən? Sən maaş verən olmalısan, maaş alan yox. Bir də məndən başqa kim açacaqsa ürəyin ağzın, kassasının ağzın. Nə? Kassa? Hanı o kassa? Mən niyə görmürəm? Hanı onun açarı? Mən 10 gündür mola getmirəm. Nə özümə bir dənə təzə paltar almışam, nə də bir dənə təzə sumka. 2 aydır təzə telefonlar çıxıb. 2 aydır. Mənim podruqalarım güzgüdə video çəkib özlərini storydə paylaşırlar. Niyə görə paylaşırlar bilirsən? Telefonlarını mənim gözümə soxmaq üçün paylaşırlar. Mən də səviyyəsiz kimi gedib narıncı kaburu alıb telefonuma taxmışam ki, bilinməsin köhnə model telefon işlədirəm. Hələ gic kimi güzgüdə şəkil çəkdirib storydə də paylaşmışam. Qızlardan biri də yazıb ki, özünü tutmusan ha Sofi, kabranı almısan, qalıb telefon. Həmişə hər şeyin birincisini alan Sofi, indi onun bunun əlinə baxır. Ana, o qızlar var ha. Onlar maddiyata önəm verən qızlardır. Onlar bu dünyanı fikirləşirlər, onlar o dünyaların fikirləşmirlər. Sən elə adamlara niyə baş qoşursan ki? Mən uşaq olanda, üşüyəndə bacımın kalqotkasını geyinib məktəbə gedirdim. Bizim 3 nəfərə bir dənə tuflimiz var idi. Mən toya bayrama gedəndə o bir ikisi öydə qalırdılar. Qardaşım gedirdi toya bayrama, biz ikimiz qalırdıq. Saxla, bu nağılları gedək evdə arvadıva danış. Arvadımın nəyinə danışım? Bir yağ danışmışam da, o bilir də bunlar. Ay bala, gəl çıx da bayaqdan səni gözləyirəm. Axı yuxumu qatmışam. Danış görüm nə olub? Gəldim də. Birincisi bir salam ver. İkincisi yuxumu qatmışam nədir? Oralarda yuxu görürlər bəyəm. Orada yuxu nətər olur? Gələrsən, yatarsan, görərsən. Özün yaxşısan? Vəziyyət necədir? Mənə danışdığı sözə var. Deyir, gələrsən, yatarsan, görərsən. Vəziyyətdir də hesab. Orta ağır olaraq davam edir. Qulaq as mənə, sən iş adamısan, pulun, paran var, biraz müğayət ol. Mürəbbə çöldə qalanda qarışqa yığılır. Pulu çölə qoyanda gəlib görürsən ki, 7-8 qohumun pulun yanındadır, borc istəyir. Bir də pulun olan kimi ehtiyacı olana əl tut. Belə pis çıxmasın, mən elə ehtiyacı olana kömək eləyirəm, sırf ehtiyacı olana. Sənin əl tutduğun ehtiyac sahiblərinin ən böyük ehtiyacı burun əməliyyatı elətdirib, liposakşınla da arıqlamaq istəyi olur. Sən burada olanda belə sözləri bilmirdin, harada öyrəndin bunları? Yox, bilmirdim, burada öyrənmişəm. Bura hər gün bilirsən nə qədər elə adam gəlir. Esas sözüm qaldı, bir də çalış. Baba, ən lazımlı momentində itib gedirsən də sən də. Ən lazımlı momentində. Mən Eminə başa salmışam ki, mənə desin ki, mən gəlim dərdimi danışım, bu da mənə köməklik eləsin, məsləhət versin. Bu gəlir elə özü ancaq boş-boş danışır, sonra da çıxır gedir. Nə edirəm mən bu boyda pul verirəm mənə? Bir dəfə Hollywoodda
Başın xarabdır. Ağarsan sən? Xoşuma gəlmədi. Orada telefonda baxdım, qızlar ərlərini belə qarşılayırlar. Xoşlarına gəlir ərlərini. Onların ərlərinin xoşuna gəlir, bizim də xoşumuza gəlməlidir. Bəlkə onların ərləri gəlib özlərin dağdan atacaqlar, biz də gedək yataq. Yeməyə nə var? Heç nə bişirməmişəm ki. Heç nə yoxdur? Yox. Nə bu? Ağ köynəyimi yürütməməmsən, kostyum köynəyimi. Yox. Qışlı kurtqamı da çıxartmamısan, uzun, içi qalın. Yox da, elə səhərdən çimdim, hazırlaşdım sənin üçün. Qəşəng giyindim, bəzəndim, düzəndim. Meyvə zat doğramışam da, ancaq rəqsi məşq elədim. Elə onu öyrənirdim sənin üçün bütün günü. Sonra mən mahnını söndürməsəydim, sən ləhliyib öləcəkdin. Nə qarsan sən, hansı gün öyrəyirsən bunu? Nə bilim, o telefondakı qızlar eləyirlər ərləri üçün belə meyvə doğrayırlar şamşığında. Şərab içirlərlə xoşlarına gəlir də ərlərinin. Mən də ona görə sənin üçün elədim. Sonra, birincisi o eləyən qızlar bu boyda olmalılar. Biləsən. İkincisi, bütün günü mal soğuzundan basıb yeyib, axşam onun üstündən meyvə yemirlər. Üçüncüsü, gün ərzində 2 litrik qazlı su içib, axşam üstündən 30 qram şampan içmirlər. Dördüncüsü, onların bıxağı bu boyda olur. Beşincisi və ən vacibi, onların figuraları 90-60-90 olur. 140-160-180 olmayır. Başa düşdün? Hə, düz deyirsən. Onların ərləri də belə olmur. Boyu 190 olur, bütün gündə məşq eləyir. Ben başa düşdüm də, boyu 190 olub bütün gün məşq eləyir. Sən də o da örsən, mən də o da örəm. Nə maraqlıdır, sən hardan ilhamlanmısan, başlamısan, belənci tullayırsan buna, bağlayıb belini mənə sən mi oynadırsan sən? Vaxtında mənə işləməyə qoysaydın, mən də indi özümə baxardım, arıq cavan qız kimi olardım. Bastım məni bütün gün evə, yemək pişir, paltar yox, ev yığışdır. İndi mən bəyənmirsən. Cəhənnəm ol yer xalatını getir, geynəyini yemək pişir, acından öləm, kartıldan zatdan qızar, yeyim çıxım gedim işə mən. Ola bilsin gecəni işdə qaldıq, sabahacan servirovka eləməliyik. Eyb yoxdur, bir gün gələcəm mən görüm o, sən o servirovka eləyirsən orada gecələr. O prank çəkirləri telefonda, ərimi iş yerində yoxladım. Mən də elə çəkə-çəkə gəlib iş yerində gecə baxacam görüm sən nə servirovka eləyirsən orada. Prankı çəkəcəm səni. Sən mənə pranka çəkmək istəyirsən? Sonra Allaha and olsun alaram bu telefonu əlindən, qoyaram səni ağlar küçələrdə ha. Sən uca evdə otura tərbiyəsizləşirsən. Ağlı yox başa, yıxsır bunları. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə Bir Dəfə Hollywoodda serialı bitdi.